Yeşaya 23-cü fəsil. Sur şəhəri barəsində görüntü. Sur barəsində xəbərdarlıq. Ey Tarşiş gəmiləri, fəryad eləyin. Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı. Kittim torpağından onlara xəbər gəldi. Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun. Şixorun taxılı, Nilin məhsulu, dəniz yolundan gələn gəliriniz idi. Bütün şəhər millətlərin alver yeri idi. Utan, ey Sidon, dəniz sahilində yerləşən qala. Çünki dəniz belə deyir, mən heç doğuş ağrısı çəkmədim, doğmadım, nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm. Sur haqqında xəbər Misrə çatanda Misirlilərin ürəkləri üzüləcək. Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad eləyin. Uzaq ölkələri müstəmləkə eləmiş, əylənib keflənən sakinləri olan qədim şəhər bu imiş. Taclar geyindirən Sura qarşı bunları kim hazırladı? Axı bu şəhərin tacirləri şahzadə idi, ticarətçiləri dünyanın ən hörmətli adamları idi. Ordular Rəbbi bunu hazırladı ki, hər cür gözəlliyin qürurunu qırsın. Yer üzünün hörmətli adamlarını utandırsın. Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç. Artıq maneçilik yoxdur. Rəbb dənizin üzərinə əlini uzatdı. Padşahlıqları titrətdi. Kənanın istehkamlarının dağılması haqqında əmr verdi. Onda Rəbb dedi. Ey zorlanmış bakirə Sidon qızı, sən bir daha sevinməyəcəksən. Qalx, Kittimə yollan, amma orada da canına rahatlıq tapmayacaqsan. Xaldey ölkəsinə bax, o xalq artıq yoxdur. Aşşurlular o ölkəni vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum eləmək üçün qüllələri dikdi, sarayları dağıtdılar, bu diyarı viranəliyə çevirdi. Fəryad eləyin, ey Tarşiş gəmiləri, çünki istehkamınız dağılıb. Bundan sonra Sur şəhəri 70 il ərzində bir padşahın ömrü qədər unudulacaq. 70 il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələnmiş nəğmədə yazılanlar gələcək. Ey unudulmuş fahişə, əlinə bir çəng al, şəhəri dolan. Gözəl havalar çal, çoxlu nəğmələr oxu, qoy səni yada salsınlar. 70-ci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik eləyəcək. Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin huzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin eləyəcək.